Choose the correct variant. Düzgün variantı seçin. Last summer, Emma to Italy for a vacation. She a lot of pictures there. Now she to go again next year. Zaman zərfinə görə düzgün zamanlar təyin etməliyik. Birinci hissədə söhbət keçən ildən gedir və keçən il Emma səyahət üçün İtaliyaya da olub və İtaliyaya gedib. O orada çoxlu şəkillər çəkib. Təbii ki, hər iki hissə keçmiş zamana aid olduğu üçün bir və ikinci boşluqda keçmiş zaman təyin etməliyik. Üçüncüdə isə now zaman zərfi indiki zamana aid olduğu üçün biz indiki zaman təyin etməliyik. A variantında hər üçü keçmiş zamana aid olduğu üçün səhvdir. B variantında go indiki zamanda, bizə isə birinci hissədə keçmiş zaman lazım olduğu üçün səhvdir. C variantında take indiki zamana aid olduğu üçün yanlış götürülür. D variantı bizim doğru cavabımızdır. Went və took birinci hissə last summer zaman zərfinə görə keçmiş zamanda. Now isə indiki zamana aid olduğu üçün want ilə yazılması doğru götürülür.